Arıq insanlar bunu hamıdan gizlədir, ancaq mən deyəcəm. Yataraqda çəki atmaq olur. Axşam bir bişmiş yumurta ağını və bir kivi yesəz, səhər tərəzidə -200-500 qrama kimi çəkinizdə azalma görə biləcəksiniz. Arıq insanlar istədiyini yeyib arıq qalmaq üçün sadəcə porsiyalarını 20% azaldır. Birin təbii bitki əlavəsidir. Təbii metformin də buna deyirlər, çünki qanda şəkəri, orqanizmdə pi toplanmasını, şirniyyata meyilliyi və iştahı azaldır. Psil liflərlə zəngindir. Qəbul edəndə suyu özünə çəkir, şişir və toxluluq hissi yaradır ki, bu da iştahı və porsiyaların ölçüsünü azalmağa kömək edir. Həzmi də yaxşılaşdırır. Gündə 1-2 qaşıq kifayətdir və hər qaşıq minimum 1 stəkan su ilə içilməlidir. Psyllium tozundan çörək və şirniyyat bişirəndə də hətta un yerinə istifadə etmək olar. Şirniyyatdan imtina edə bilmirsinizsə, şəkəri daha faydalı təbii bitkidən alınan stevia ilə əvəz edin. 0 kalori şəkəri də qaldırın. iHerb-dan alıram, toz forması və duruq halda da müxtəlif dadlar da var. Məndəki vanil dadıdır, şokolad və bir də karamel dadı da var. Xlorofil orqanizmi toksinlərdən, ödəm şişkinliyindən azad edir. Buna görə də çəkiniz azalır. Məndəki nanə dadı verir deyə iştahı da azaldır, metabolizmi gücləndirir, bonus kimi tər, ağız iyi də gedir, dəriniz tərtəmiz olur. Hər hansı əlavə qəbul etməzdən qabaq mütləq həkiminizlə məsləhətləşin. Birin psyllium, stevia və xlorofili mən həmişə iHerb-dan alıram, çünki orada bütün məhsullar originaldır. Linklərini storydə həmişəki kimi paylaşacağam. Sevanacaq promo kodunu iHerb-da istifadə etsəz, sizə əlavə endirimlər də verəcək. iHerb-dan düz Azərbaycana sifarişlər 1-2 həftəyə çatdırılır və sifariş qaydası da Trendyol-dakı kimidir.